Bu dəfə dolmamı tamam fərqli qaydada bişirdim. Əgər siz də gələn qonaqlarınızı təəccübləndirmək istəyirsinizsə, belə bir qeyri-adi dolmanı mütləq siz də bişirin. Yarpağı qaynar suda bir burun pörtlədib götürdüm. Quyruqla çəkilmiş mal əti, soğan, düyü, göyərtilərdən hərdən tərxumda əlavə edirəm. Çox dadlı olur. Duz, istiot, sarı kök, kərə yağını vurub qarışdırdım və beləliklə laylı dolmamızın içliyi hazırdır. İndi isə keçirik dolmamızın yığılmasına. Mən iri bir tava götürdüm və hər ehtimala alt hissəsinə yarpaq düzdüm. Sonra öncədən quzu qolunu duzluyub istiotladığım hissələrini yarpağın üzərindən yığdım. Sonra yenidən yarpağı düzdüm. Sonra içlik ətinə yarpağın üzərindən yayaraq yığdım. Beləliklə bu prosesi 3 dəfə təkrar etdim. Ən sonda üzərinə limon dilimləri və nar dənələri əlavə etdim. Üzərinə su əlavə etmədən lap az odda ocağın üzərinə qoydum. Necə də gözəl yağını buraxıbdı. Və tavanı alt-üst çevirmək üçün əlbəttə ki, ilk öncə yağını süzdüm. Və üzərindən yarpaqları götürdükdə altından gözəl bir mənzərə açılır. Bəh, ət necə də gözəl bişibdi. Üzərində olan sümükləri rahatlıqla götürə bildim. Və belə bir qeyri-adi bir yemək süfrədə olarkən gələn qonaqlarınızın üzlərində olan təəccübü, reaksiyaları asanlıqla görə bilərsiniz. Çaşıb qalmışdılar ki, bu hansı yeməkdir görəsən? Görünüşü həqiqətən də çox qeyri-adi görünür. Üzərində ət, alt hissəsindən yarpağın görünüşü və üzərində də limon dilimləri ilə, nar dənələri ilə sunumu onu daha da gözəlləşdirdi. Və kritik xanımlarımız əlbəttə əminəm ki, yazacaqlar ki, bu artıq dolma deyil, dolmanın içi nə iləsə doldurulmuş demək. Bəli, ola bilər, haqlısınız, amma başqa cür bu yeməyin adını nə qoymaq olar? Şərhlərinizdə bu yeməyin adı ilə bağlı fikirlərinizi gözləyirəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Yeməyi bəyəndinizsə, ürəyə basaraq dəstəyinizi bildirməyi unutmayın. Öncədən hamıya təşəkkür edirəm.